Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə görə iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçünsə mənə özəldən yaza bilərsiniz. Bugün mən sizə bu həftə üçün elan olunmuş iş elanlarından bəzilərini çatdırmaq istəyirəm. Hansı bəzilərini? O bəziləri ki, az şərtli işlərdir. Yəni iş axtarandan çox şey tələb eləmirlər o işə düzəlmək üçün və bundan əlavə həmçinin o işlər orta səviyyəli işlərdir. Və o işlər yəni fəhlə tipli işlər deyil, yəni ona qalsa fəhlədən nə tələb edirlər? Heç nə. Bir dənə fiziki gücünüz olsun və salam. Yəni o tipli işlər deyil, orta səviyyəli işlərdir. Amma normalda o işlərdən bəzi şirkətlər çox şey tələb etdiyi halda, hal-hazırda bəzi şirkətlər var ki, həmin işçiyə ehtiyac duyurlar və çox yüksək şərt qoymadan tələb edirlər həmin işçini. Bugün mən sizə təxminən elə 30 dənə iş misalını vermək istəyirəm. Bu həftə üçün elan olunmuş. Gəlin başlayaq. Deməli, onlardan biri satış təmsilçisi işidir, yoldaşlar. Superstore'dadır. 4 dənə filialında var. 28 Molda, City Parkda, Əcəmdə, Badamdarda. Sizdən tələb edir orta təhsil olmağı, 20-30 yaş arasında bir şəxs olmağı. Qarşında da 500-600 manat verir. Buna əlavə satışla əlaqədar başqa bir iş də var, yoldaşlar. Bank VTB-dədir. Satış və məlumat nöqtəsinə mütəxəssis axtarırlar. Yay mövsümü üçün. Sibrizdədir, yoldaşlar. 3 aydır, iyun-avqust ayları üçün. İş saatı da fərqlidir. Saat günorta 4-dən axşam 9-a qədərdir. Baxın, belə bir iş imkanı da var. Rus dilində sərbəst danışığınız varsa, baxın, bu işə müraciət edib öz zəngin təcrübənizə, daha doğrusu təcrübənizi zənginləşdirə bilərsiniz. Başqa bir iş termoservisdə var. Kompüter operatoru işidir. Elit ticarət mərkəzinin yaxınlığındadır. 500 manatdan çoxdur təxminən, belə deyim, əmək haqqısı. Bu sizdən nə tələb edir? Bu sizdən təxminən 2 dənə şey tələb edir. Biri Akinsoft proqramı ilə işləmə təcrübəsi, bir də kompüterdə sərbəst işləmə bacarığı tələb edir. Bundan əlavə kasser işi var Sahil qəsəbəsində, Kontoxomda, yoldaşlar. Güclü tələbləri yoxdur. Ali təhsilli olmağı tələb edir. Təcrübəniz olmasa da olar kasser sahəsində. Ofis proqramlarla işləmə bacarırsınızsa və nəqd pul ödənişləri aparmaq üçün bəsit riyazi bilikləriniz varsa, məsələn, Sahil qəsəbəsindəki Kontoxomda işləyə bilərsiniz kasser olaraq. Satış məsləhətçisi işi də var Kontoxomda, yoldaşlar. Bu misal üçün ali təhsil tələb eləmir. Fikir verdinizsə, bayaqları kasserdən ali təhsil tələb edirdi Kontoxom, amma satıcıdan tələb eləmir, elə bir şərtləri yoxdur. Satış yönetmə bacarınız varsa, bu işə müraciət edə bilərsiniz. Bundan əlavə katibə işi var, yoldaşlar. AB Luxury Construction şirkətində 500-600 manatlıq bir işdir, yoldaşlar. Hövsan ərazisində yerləşən zavoda lazımdır, köməkçi lazımdır. 25-30 yaşlı xanım olmalısınız. Ofis proqramlarını bilirsinizsə, Word, Excel'də sərbəst işləmə bacarınız varsa, bu işə müraciət edə bilərsiniz. Bundan əlavə dərzi köməkçisi işi var, 450 manatlıq. Qaradağ rayonundadır bu da. Bu yaşınız əgər azsa 16 yaşdan olan şəxslər də müraciət edə bilər. 30 yaşa qədər şəxslər üçündür. İşi öyrədirlər, yoldaşlar. Belə bir işdir, dərzi işidir, dərzi köməkçisi işidir daha doğrusu. Maaş da artandır. Sədri Ticarət Mərkəzindədir. 9-dan 6-ya qədər olan, 6-ın yarısına qədər olan bir işdir. Bundan əlavə resepsiyon işi var, Art Klub oteldə 500-600 manatlıq. Bu xanımlar üçündür. Bir gündən bir işdir, növbəli iş rejimidir, İçəri şəhərdədir. Sonra əməliyyatçı işi var Sədərə filialında, Elitdə. Bu orta təhsillinizsə, Rus və İngilis dilindən birində özünüzü ifadə etməyə bacarırsınızsa, bu işə də müraciət edə bilərsiniz. Yəni bu sadalanmış işlər, yoldaşlar. Normalda başqa şirkətlərdə bu vəzifə üzrə işçini axtaranda çox şey tələb edirlər. Mən sizin üçün seçib
onlardan ən az şərtli olan işləri bildirirəm hal-hazırda. Ona görə də videonu bəyənməyi unutmayın. Davam eləyək. İcraçı köməkçi işi var. Agroko şirkətində yoldaşlar. Ali təhsil tələb eləyir. Rus, ingilis dilində mükəmməl ünsiyyət və yazı bacarığı tələb eləyir sizdən. Ofis proqramlarını bilməyi tələb eləyir. Ali təhsilli olmağı tələb eləyir. Bundan əlavə usta köməkçi işi var. Mebel istehsalatı üzrə. Kontoxomdadır. 550 manat verirlər sizə. Tələblər nədir? Tələblər heç nə yox. Lazımi əl alətlərindən istifadə etmə bacarığınız varsa bu işə müraciət edə bilərsiniz. Sonra logistik üzrə assistent işi var yoldaşlar. RAM Holdingdə ali təhsilli olmalısınız. İngilis və rus dilində yaxşı səviyyədə bilməlisiniz. Təcrübə də tələb olunmur sizdən, yəni narahat olmayın. 554 manatdan 637 manata qədər əmək haqqısı var. 5 günlük iş rejiminə malikdir. Bundan əvvəl oteldə gecə növbəsi üzrə resepsiyon işi var. Ivy Garden oteldə yoldaşlar. Bu sizdən bəy olmağı tələb edir, ingilis dilini bilməyi tələb edir. İngilis dilini bilirsinizsə, baxın, müraciət edə bilərsiniz. 600 manatlıq bir işdir, bir gündən bir olan bir işdir. Axşam saat 5-dən səhər saat 8-ə qədərdir. Proqram var, o proqramı da sizə öyrədirlər, Elektra Web proqramı. Yəni, girib resepsiyon təcrübənizi qazana bilərsiniz. Sizdən nə tələb etdi? Tələb etdi ki, ingilis dilini bilin. Bəy olun, xarici görünüşünə və səliqəsinə diqqət edən bir şəxs olun. Sonra resepsiyon işi Bəy Otel adlı bir yerdə də var. 19-26 yaşlı şəxslər üçündür. Dil biliyiniz varsa, baxın, bu işə də müraciət edə bilərsiniz. Bu dil biliyi sizi qorxuzmasın. Bəzi şirkətlərdə bəli, sərbəst bilməlisiniz, yaxşı bilməlisiniz. Amma bəzi şirkətlərdə heç bilməməsəniz də olur. Bəzi şirkətlərdə isə başlanğıc səviyyədə bilməyi, təməl səviyyədə bilməyi tələb edir. Yəni, ona görə resepsiyon işi sizin gözünüzü qorxuzmasın. Orta səviyyəli bir işdir, girib özünüzü zəngin təcrübə ilə mükafatlandıra bilərsiniz. Sobaçı yanında köməkçi iş var Asnak şirkətində yoldaşlar. 500-600 manatlıq bir işdir. Çörək zavodundadır. Masajlar arasında yerləşir. Sumqayıtdan da servisləri var. 550 manatdır əmək haqqısı, amma üstəgəldə bonuslar var. Xəbəriniz olsun. Kişilər üçündür 12 saatlıq işdir. 4 gün gündüz, 2 gün istirahət, 4 gün gecə olmaqla bir işdir. 19-40 yaş aralığında bəylər üçündür bu. Sonra katibə referant işi var Kredit Evi Açıq Səhmdar Cəmiyyətində. 21-30 yaşlı şəxslər üçündür yoldaşlar bu iş. Bu xanımlar üçündür. Orta təhsiliniz varsa, ixtisasınız varsa bu işə müraciət edə bilərsiniz. Əlbəttə ki, Microsoft Office proqramını da xüsusilə Word və Excel yaxşı səviyyədə bilirsinizsə. Bundan əlavə azalda iş var yoldaşlar. Daha dəqiq desək, Azərbaycan Heydər Əliyev Beynəlxalq Hava Limanında iş var. Deməli, bu nə tələb edir sizdən? 900 manatlıq bir işdir yoldaşlar. 2 növbəlidir, saat 8-dən 8-ə. Xanımlar üçündür. İngilis və rus dilini B1, B2 səviyyəsində bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Nə işidir? Hava limanında sərnişinlərə xidmətin təşkili üzrə agent işidir. Sonra ambar işçisinə ehtiyac var Azvitamin şirkətində 700-800 manatlıq bir işdir. 25-35 yaşlı bəylər üçündür yoldaşlar. Fiziki cəhətdən sağlamsınızsa, bu işə müraciət edib ambardar üzrə də təcrübə qazana bilərsiniz. Çox şey tələb eləmir çünki bu ambar işçisi. Sonra müştəri məmnuniyyəti və çağrı mərkəzi mütəxəssis işi var. Qala Sığorta şirkətində. Bu sizdən rus dilində səlis danışmağı bilməyi tələb edir. Orta təhsiliniz varsa bu işə müraciət edə bilərsiniz. Ofis proqramlarını da bilirsiniz əgər. Bundan əlavə qeydiyyatçı işi var Ağa Şirkətlər qrupunda. Caspian Plaza'da olmalıdır bu iş. 400 manatlıq bir işdir, əmək haqqısı olandır. Amma buna əlavə bonuslar da verirlər. Ümumi olaraq hər hansısa bir yerdə 1 illik iş təcrübəniz varsa, kişisinizsə, ali təhsillisinizsə, Excel-i bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Resepsiyon işi, qeydiyyatçı işi Gəncli Açıq Səhmdar Cəmiyyətində də var. 600-700 manatlıq, 23-33 yaşlı şəxslər üçündür. Rus dilini əla bilməlisiniz. İş saatı fərqlidir yoldaşlar. İş günü bir gün səhər saat 7-dən 3-ə qədər, digər gün isə 3-dən 10-a qədərdir. Gənclik metrosunun yanındadır. Bu da çox şey tələb eləmir. Sonra parklanma üzrə nəzarətçi işi var Asparking şirkətində. 700 manatlıq bir işdir.
20-40 yaşlı uşaqlar üçündür. Belə bir şəxsinizsə, problem həll etməyə bacaran bilən bir şəxsinizsə, növbəli iş qrafikində işləməyə bacaran bilən bir şəxsinizsə, 700 manatlıq bu işə də iddia qaldıra bilərsiniz. Sonra ofis operator işi var A&O Solution şirkətində yoldaşlar. Bu iş saatları fərqlidir. Gecə və axşam, daha doğrusu gündüz növbələri var. Bu sizdən əsas tələb edir ki, ingilis və rus dilini yaxşı biləsiniz. O haqda bilikləriniz olsun, ofis proqramlarını biləsiniz. Bu xarici şirkət olmalıdır bu arada. Bundan əlavə universal işçiyə də ehtiyac var. Grand Oteldə, Sibrizdə də bu iş yoldaşlar. Emin Ağallarovun restoranıdır. Grand Otelin lobbisidir. Sibrizdədir. Universal işçidir. İşiniz nədir? Kofe, kokteyl düzəltmək, sifarişi stola götürmək. Koroğludan da bu arada servisləri mövcuddur. 900 manatdır məvacib. Üstəgəldə çay boy da var. Buna əvvəl reception iş var. Disnap şirkətində 400-500 manatlıq 20-32 yaşlı uşaqlar üçündür. Orta ixtisasınız varsa, rus dili biliyiniz varsa bu işə müraciət edə bilərsiniz. Sonra onlayn satış təmsilçisi var. Emsanda 400 manatlıq 22-35 yaşlı uşaqlar üçündür, xanımlar üçündür. Daha dəqiq desək 21-35 yaşlı uşaqlar üçündür. Orta təhsiliniz olmalıdır. Excel proqramını bilməlisiniz və əsas tələbləri budur ki, onlayn satış sahəsində ən azı 1 illik stajınız olsun. Son 2 iş var. Bu full stack developer işidir, kod marketinqdədir. Əgər hər hansısa bir yeni sahədə bacarıq qazanmaq və proqramlaşdırma öyrənmək istəyirsinizsə, sizin üçün belə bir fürsət var. 21-30 yaşlı şəxslər üçün, ali təhsilli olan şəxslər üçündür. Onlara bir ixtisas yiyələndirirlər, həmçində pul verirlər. Pul nə qədərdir? 200 manatdır. Yəni sizə həm yeni bir sahə üzrə bir biliklər verirlər, belə deyim də sizə bilik qazandırırlar, praktika əldə edirsiniz. Həmçinin də ay sonunda hər ay 200 manat qazanırsınız. Təlim olur da, yəni belə deyim sizə. Təlimin müddəti 6 ay davam edir, həftənin 5 gün olur və gündə də 4-5 saat olur. Yəni 8 saat olur. Əslində yəni prinsipə qaldıqda yarım ştat işlədirlər də sizi belə deyək. Amma qarşılığında yəni tam ştat işləsələr, məsəl üçün 400 manatlıq bir işdir. Amma halbuki sizə nəyisə öyrədirlər. Belə bir layihələrdən də yararlanmanızı tövsiyə edirəm. Sonra çap avadanlıqları üzrə operator işi var. 400-800 manatlıq. Enadvert şirkətindədir. Bu 20-35 yaşlı uşaqlar üçündür. İş təcrübəsi tələb olunmur sizdən, narahat olmayın, işi öyrədirlər. Amma əsas tələb olunduqları şey budur ki, CorelDRAW proqramını bilməlisiniz. Bilirsinizsə, baxın bu işə də müraciət edə bilərsiniz. Əmək haqqı da yüksələndir. Namizədin bilik və bacarıqlarına görə dəyişir. Bu bir qism işlər idi ki, mən sizə bildirdim. Amma işlər sadəcə bunlardan ibarət deyil. Digər işlərlə də tanış ola bilərsiniz. Digər işlərlə də tanış olmaq üçün mənə özeldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.